Ssenari ədəbi material kimi necə vizuallaşmalıdır? Ssenarinin təsvir əlində hansı amillər əsas götürülməlidir? Fevralın 2-də Azərbaycan Kinematografçılar İttifaqında keçirilən Ssenaristlər Meydanı layihəsinin növbəti buraxılışında bu suallar ətrafında geniş təlim müzakirə təşkil olunmuşdu. Bu dəfə təsvir rejissor Daniel Quliyev öz təcrübəsini iştirakçılarla bölüşürdü. Təlim kinotənqidçi Sevda Sultanovanın moderatorluğu ilə baş tuturdu. Daniel Quliyev ssenarinin vizuallaşdırılması prosesinin başlanğıcını ilkin materialda, yəni elə ssenaridə mövcud olan ab-hava və ssenarinin dili ilə əlaqələndirir. Mənim fikrimcə, film ssenarinin təsvir həllinə keçməsi üçün ən birinci biz birinci növbədə bütün atmosferi və dili ssenarinin özündə görməliyik. Mənə hansısa bir ssenari gələndə mən tam olaraq onun hekayəsinə fokuslanıram. Konkret məsəl üçün onun mövzusu nədən bəhs edir, birinci onu tapmağa çalışıram. Məsələn, bu ola bilər ki, itirilmiş fürsətlər haqqındadırmı, yoxsa yaddaşma haqqındadırmı, yoxsa məsəl üçün hansısa bir tabu ilə bağlıdır. Bu mövzunu mən özümdə müəyyən etməyə çalışıram birinci olaraq ki, bu film ümumiyyətlə nədən bəhs edir. Çünki o mövzunu müəyyən eləyəndən sonra səndə konkret olmasa da təqribi fikir formalaşır ki, bu mövzuya toxunmuş hansı filmlər var indiyə qədər. O filmlərə baxıb, onlardan daha fərqli nələr eləmək olar ki, təkrarlanmasın. Mövzunu görəndən sonra, ondan sonra keçirəm bir səhnələrə. Çünki Nurlan keçən çıxışında danışdı ki, məsəl üçün 3 aktlı strukturda midpoint, turning point, inciting incident olan hissədə həmçinin səhnələrin özündə də belə bir termin var ki, fulcrum deyirlər, səhnənin dayaq nöqtəsi. Səhnənin dayaq nöqtəsi hansı emosiyanı ötürür? Bu monotonluqdan danışır, hansısa bir səhnə boyu, məsəl üçün qəhrəmanın təzə informasiya öyrənməyindən danışır, yoxsa sistemik görüntüdən danışır. Bunları ayrıca səhnə keçəndən sonra növbəti mərhələ mənim üçün olur ki, bu kimin hekayəsidir? Kimin hekayəsidir? Təsvir həllini tapmaq üçün çox vacib hissələrdən biridir. Çünki kimin hekayəsidir sualının cavabını bilsən, kadrda nələri göstərib, nələri göstərməməli olduğunu və hansı qəhrəmanla yaşamalı olduğunu aydın edə bilirsən. Ondan sonra mənim fikrimcə, bunları aydın edəndən sonra ssenari ümumiyyətlə sənə nə hissi ötürdü? Bu artıq vizualizasiya belə deyək, bu hissədə sən konkret oradan ssenaridən emosiya almalısan. Yəni bu emosiyanı heç duymasan, onu görüntüyə köçürmə mənim üçün çox çətindir. Səhnənin, bütün filmin emosiyasından sonra başlayırsan sorğulamağa. Məsəl üçün, bu səhnə bu filmdə nəyə görə var? Bu səhnə bizə nə danışır və bu səhnə ayrılıqda hansı emosiyanı ötürür? Bundan sonra artıq başlayırsan sorğulardan sonra vizual dili formalaşdırmağa. Məsəl üçün, bəzən ssenarilər olur ki, oxuyanda, məsələn, müəllif ya rejissor ya ssenarist kamera hərəkətindən bəhs edir ssenaridə. Mənim üçün, məsəl üçün, bir operator kimi və yaxud da bir rejissor kimi yanaşsam ona, mən hekayədən qoparan birinci amillərdən biri odur. Yəni, heç bir ssenaridə konkret kamera hərəkəti necə olacaq və sən müəllif kimi orada nə görmək istəyirsən, onu rejissora və yaxud da operatora yükləməməlisən, o dil sonra tapılacaq. Yəni, sən konkret hekayədə nə baş verir, ona fokuslanmalısan və o ssenaridə bədii əsər kimi deyil, yəni bu kitab kimi oxuyub qırağa qoya bilmirsən də, sən bunu o səyahəti başdan ayağa kimi aparmalısan.
Yəni bir dəfəyə oxumaq lazım ssenarini. Bir dəfəyə oxuyanda da müəllif, ssenarist çalışanda orada öz vizual düşüncəsini, təfəkkürünü sənə ötürsün, nəinki hekayəni danışsın. Onda görürsən ki, müəllif daha çox fokuslanıb kamera hərəkətinə, nəinki hekayəyə və orada axsaqlıqlar yaranır, mənim fikrimcə. Yəni bu hekayəni nə tam hekayəni danışa bilir, nə də kamera görüntüsü, yazılı kamera görüntüsü sənə bir emosional toxum, bağ yaradır. Çünki özü də hekayəyə fokuslanmayıb, belə deyim. Bütün bunları keçəndən sonra bu mərhələləri, ondan sonra keçirsən axtarış dövrünə, mənim fikrimcə. Axtarış dövründə, belə deyim də, ilk formada film hansı kamera və obyektivlə çəkilməlidir, hansı da ölçüdə olmalıdır və yaxud da bunlar hamısı qalmalıdır bir qıraqda. Axtarış dövründə hansı emosiyanı daha çox necə ötürə bilərsən? Bu müəlliflə, operatorsa, rejissorsuzsa, özünüz dəvət elədiyiniz operatorla uzun diyalog keçməlidir. Yəni bu texniki söhbətlər, hamısı texniki həllər qalmalıdır bir kənarda və siz daha çox fokuslanmalısınız hekayədə emosional olaraq nəyi ötürmək istəyirsiniz. Bunlar keçəndən sonra artıq gəlir filmin bütün bu emosional hisslərlə yükləndən sonra shortlist bölməsi gəlir. Shortlist bölməsində məsəl üçün bir rejissor kimi və yaxud da operator kimi mən işləyəndə daha çox bütün bu hissədə, məsəl üçün, ola bilər ki, elə filmdir ki, mən istəyərəm ki, onun shortlistini rejissor ayrı eləsin, mən ayrı eləyim. Sonra biz oturaq onu müzakirə eləyək, görək ki, biz hansı yola gəlib çıxırıq. Bu yorum filmlə ev arasındakı fərq nədir? Bilmirəm. Film filmdə olur, amma ev təmiz. Bəs ikinci fərq? Filmdən pisliyi gəlir, amma evdən yox. Ona görə də arada bir pəncərə açmaq lazımdır ki, evin havası dəyişsin. Başına dəyirsə bəzən xeylir. Hələ sənin kimi pint adam görməmişim. Uşaqlar necə? Yaxşıdırlar. Əyəli rayonda qoydum. Bu işləri yoluna qoyum. Sonra bir şey çəkər. Sağ başlayırsan işə. Səhər. Nə işə ki? Şoför. Başlayar ki, neydə sorun. Sən niyə sol əlinə yiyirsən? Belə rahatdır da. Müalicə necə gedir? Yaxşı, normal. Sən belə eləsən, həkimin nömrəsini ver mənə, mən özüm danışmayayım. Neydi onun nömrəsi? Telefon içəridə qaldı, benim yeməyimi yeyim deyərəm. Təlimini əsasən çalışdığı filmlərin üzərində quran Daniel vizuallaşdırma mexanizmini lövhədə əyani şəkildə bu cür təqdim edir. Bu çəkiliş növü olaraq coverage tərzi gedir. Çünki hər tərəfdən izlənmək və montajda biz qərar verək ki, hansı kamera bucağı qalsın. Bunu shortlist eləyəndə, shortlistin indi nümunəsini ayrıca sizə yazaram. Shortlist eləyəndən sonra özüm, məsəl üçün baxıram. Bir kamera ümumi plan nəzərdə tutulub master shot kimi. Master shot odur ki, yəni bütün səhnəni əvvəldən axıra qədər ümumi planda görəcəyik. Ümumi plan. Bunu ssenaridə belə ona görə bölürük ki, biz
bütün coverage də bu tərzdə çəkdiyimizi, nəyin gözdən qaçıb, nəyin gözdən qaçmadığını bilək. İkinci məsələ, fikirləşdik ki, məsələn, oğlanın close-up'ı. Close-up oğlanın iri planı, baş qəhrəmanın, onu da master shot kimi çəkək. Sonra biz əlavə elədik qardaşın close-up'ı, amma OVS, yəni çiynindən göstərmək, baş qəhrəmanın çiynindən qardaşını görmək. Bunu nəyə görə yazdıq? Çünki əsas diqqət mərkəzində həmişə balaca qardaş olacaq. Ona görə böyük qardaşı təkcə iri plan yox, həm də qardaşın çiynindən əlavə elədik. Ümumi bizim mətbəx səhnəsi 3 master shotda cover oldu, coverage kimi. Biz artıq montajda baxacağıq, hansına nə vaxt qat edirik. Ondan sonra qərara gəldi ki, məsələn, qardaş deyəndə ki, mətbəx məsəl üçün pintidir, mətbəxə baxmırsan, tutaq ki, o hissədə əlavə fikirləşmişdik, bir dənə bura insert, yəni qardaşın, balaca qardaşın point of view-su, onun gözündən mətbəxin vəziyyətini görür. Bundan sonra bir hissə də əlavə olundu, harada ki, qardaş, balaca qardaş ona deyir ki, uşaqlar necədir? O hissə bizdən master shot yox, harada ki, o diyaloq var, ora əlavə olunmalıdır, deyə düşündük. Bu da gəldi, two shots deyirlər ona, 2 nəfərin eyni anda medium planı pəncərədən. Bunu belə qurandan sonra biz hələ ki məkanı görməmişik. Məkanı görmədən biz bunu shortlist formasında cover elədik ki, biz bu səhnəni belə çəkəcəyik. Və sözsüz ki, hər şey planladığı kimi olmur. Məkana gedəndən sonra görürsən ki, sürprizlərlə qarşılaşa bilirsən. Və əsas məsələ də odur ki, vizual tərəfdə sürprizləri adaptasiya edə bilərsən filminə, əgər plus gətirirsən. Deməli, o sürprizlərdən biri nə oldu? Biz fikirləşirdik ki, 2 qardaş üz-üzə oturacaq və bu diyaloqlar baş verəcək. Və bu formada biz onu cover edəcəyik. Məkana gələndən sonra gördüm ki, məsəl üçün, onların arasında pəncərənin birisi yuxarıdan açılır həm də. Və yerində qərar verdik ki, o qardaşın biraz, məsəl üçün, ondan eyni səviyyədə görünməsin, boyu biraz ondan aşağı qalsın deyə böyük qardaş üst pəncərəni açır və onun başının üstündə saxlayır. Bu, çox belə deyim də, göydən düşmə görünməsin, sırf belə üzdə bir metafora olmasın deyə ora diyaloq əlavə elədi yerində ki, pəncərəni aç, evin havası dəyişsin. Bu, məsəl üçün, setdə olan sürprizdir ki, biz onu istifadə elədik. Ondan sonra montajda biz baxdıq ki, qardaşın ümumiyyətlə, məsəl üçün, OBS böyük kiçik qardaşın çiynindən böyük qardaşın planını görməyi istəmirik. Ona görə ki, biz həmişə istəyirik ki, balaca qardaşla qalaq və montajda biz onu çıxardıq. Filmin ümumiyyətlə rəng hissəsində fikir versəz, cüzi yaşıllıq var rəng tonunda. Biz onu nəyə görə seçdik? Çünki onlar arasındakı münasibətin, belə deyim də, yadlaşmanın və yaxud da bir-birinə yad olmaqlarının nəsə bir toksikliyi, belə deyək, göstərmək üçün filmin ümumi havasına yaşıl rəng qatmışıq. Və bu coverage tərzində bu səhnə çəkildi. Qeyd elədim kimi 4-üşü də ona görə elədik ki, kiçik qardaşın qaçmağa yeri olmasın. Və montajda da gördük ki, insert, hansı ki, qardaş deyəndə ki, mətbəxin halı niyə bugündədir, insert planını biz montajda çıxardıq. Yəni, bu ikisi çıxdı. Yəni, filmin ümumi dili, belə deyim, planlamadan sonra yerində sürprizə görə adaptasiya, adaptasiyadan sonra montaj həlli, hansı ki, bəzi kadrları çıxarıb və ixtisar edib bəzilərini saxlamaqla formalaşır. Daniel Quliyev hesab edir ki, çəkiliş meydançasında təsvir rejissorunun səhnəni hiss etməsi son dərəcə vacib amillərdəndir. O, hiss etdiklərini mütləq rejissora ötürməlidir ki, səhnənin vizual həlli dəqiq şəkildə ifadə olunsun.
səhnəni biz çəkəndə o məkanlarda biz özümüz olmuşduq qabaqcadan. Daha çox fikirləşirdik ki, onun melanxoliyasını, tənhalığını biz necə ötürək. Görürsünüzsə, burada aspektləşib daha genişdir. 4-3 deyil, bu dəfə geniş açılıb, hər yer görsənir. Onu seçməyimizin əsas səbəbi oydu ki, qəhrəmanı biz daha çox uzaqdan izləyək və onun ətrafla olan münasibətini daha yaxşı göstərək. Yəni, sinemaskop bizə ona görə kömək edirdi ki, geniş ekranı göstərək. Burada, məsəl üçün, bu çəkiliş birinci hissədə hansı ki o gəzir, orada, bilməm, filmi spoil eləmək istəmirəm, orada bir hadisə baş vermişdi oğlu ilə bağlı. Orada, məsəl üçün, daha çox ətraf binaları saldıq və səmanı göstərmədik heç. Səmanı ona görə göstərmədik ki, o bizi boğsun. Yəni, Bakıda baş alıb gedən verədiyində təzə binaların çox olmağı və qəhrəmanı sıxır və biz onu ona görə əsas elə çəkdik. Ondan sonraki hissədə, Funikul hissəsində, amma Davoslu Parka çıxanda, biz ondan uzaq qalmağa istədik. Çünki biz qəhrəmanın onun ətrafında olan şəhər görüntüsü ilə tənhalığını, ona qarşı olan münasibətini, soyuqluğunu, melanxoliyasını oradan daha yaxşı hiss edirdik. Və orada sürpriz o oldu ki, bizim üçün, biz oraya qalxanda gördük ki, quşlar uçur həmin ərazidə. Biz birinci bu kadrı çəkməzdən qabaq çalışdıq ki, o quşları ayrıca çəkək, insert kimi, filmdə istifadə eləməyə. Amma sürprizlərdən biri də o oldu ki, biz çəkiliş vaxtı quşlar özləri gəldilər, kadra girdilər. Bu cür sürprizlər filmdə həmişə olur və quruluşçu operator və yaxud da rejissor kimi bunların hamısı, belə deyində, autentik formada baş verəndə kinoya daha çox ruh qatır. Bunları, məsələn, ssenaridə fikirləşib qabaqcadan yazmaq bəlkə də olardı, amma onu tutmaq, belə vaxtda tutmaq yəqin ki, çox çətindir. Sonra onları, məsəl üçün, qrafikada qoyula bilərdi. Yəni, o ruh onsuz belə təbii formada alınmayacaqdır. Ona görə mən fikirləşirəm ki, setə gedəndə rejissor və yaxud operator kimi sürprizlərə açıq olub, onları adaptasiya eləmək lazımdır filmə. Və bu hissədə də rəng paletini məsəl üçün elə seçdik ki, birinci onun soyuqluğunu göstərirdi. Haradakən o dəniz suyuna, dənizə girir və orada artıq gün çıxmağa başlayır. Bu artıq onun bir növ rahatlaması kimi göstərmək üçün. Ona görə biz onun səhər gün çıxan vaxtı çəkməyə qərar verdik. Elə ki, bir növ bunun tənha melanxoliyası getdikcə yavaş-yavaş rahatlığa doğru gedir. Biz Səmidin baş qəhrəmanı özündə də dəyişiklik baş verir. Bu emosiyaları danışanda sən bunu deyirəm. Əsas operator kimi və yaxud da rejissor kimi kameranı qoyduğun yerdə nəyə görə bu bucağı seçirsən? O bucağı, məsəl üçün, belə özün izah eləyə bilərsən. Məsələn, burada çəkəndə tənhalığı daha çox veririk, burada çəkəndə onun daha güclü obraz kimi göstərir və yaxud da bucaqdan baxanda onu zəif görürük. Buradan baxanda melanxoliyası güclüdür, buradan baxanda o ilişib qalıb, elə bil ki, öz dünyasında və sıxılıb çıxa bilmir. Bu bucaqların hamısını səhnə vaxtı kameranı qoyduğun yerdə hiss eləməlisən. Əgər operator və yaxud da rejissor kimi kamera bucağı qoyduğun yerdə heç bir emosiya hiss eləmirsənsə, mənə görə, deməli, düzgün rakurs seçməlisən. Yəni, bunu oturub belə dillə və yaxud da hansısa bir düsturla izah eləməyə ehtiyac yoxdur rejissor-operator arasında. Sadəcə olaraq o emosiyaları ikiniz də hiss eləməlisiniz. Mənim üçün kadr seçimində ən vacib olan şey odur. Baxdığım bucaqda istəyirəm ki, mən oradan nəsə bir emosiya götürüm. Bu, gözəl kadr olmalıdır mənasına gəlmir. Çünki gözəl kadr, estetik kadr həmişə emosiya ötürmür. Sadəcə olaraq baxıb deyirsən ki, bu gözəldir. Ən vacib odur. Məsələn, ola bilər ki, məsələn, bizdə bir neçə dəfə belə olub ki, kameranı qoymuşuq, hər şey gözəldir, estetikdir, amma
çəkiliş vaxtı görürəm ki, mən diqqətim dağılır, məsəl üçün, fərqli yerlərə baxıram. Onda mən fikirləşirəm ki, biz düzgün bucaq seçməmişik. Və rejissorla danışıram ki, bəlkə başqa şey qoyub eləyək. Və buna görə də bunların hamısına qabaqcadan tam hazır olmaq mümkün deyil. Yəni, setdə bunları görüb adaptasiya edib öyrəşmək lazımdır. Bir məsələ də var, məsələn, storyboard kimi məsələn eləyirlər bəzi səhnələri. Storyboard kimi çox belə, mən fikirləşirəm ki, operator kimi, məsələn, rejissor mənə yanına yaxınlaşsa, çəkib, bu kadrlar çəkilib, belə görsə necə. İşıq həllinə də hansısa filmi gətirir, göstərir ki, bu cür işıqla həll olunmalıdır. Bu, sənə daha çox mexanikləşdirir. Storyboard mənə görə harada çox qəliz qrafika işləri olacaqsa, hansı səhnələrdə və yaxud da döyüş səhnəsidir, müharibə səhnəsidir, oralarda yaxşıdır. Amma belə, mənim fikrimcə, mən özümü bloklamaq istəmərəm storyboardla. Shortlist və coverage mənim üçün ən yaxşı variantdır, səhnəni tam başa düşün. Bəzən olur ki, sən tənha insan monoloqunu çəkəndə biz Emin Əfəndiyevlə biz məsələn shortlist kimi yazmışdı, Emin yazmışdı səhnələri, master shot buradan falan. Amma məkana gedəndə gördüm ki, o master shotla biz çox qəhrəmanın hərəkətini limitləyirik. Ona görə biz başladıq onu bloklamağa. Başladıq onu bölməyə. Məsələn, atanın yanından durub stola gələcək, o bir blok, o blok sonra gedib dərmanı götürəcək, sonra gedib yatağa uzanacaq və biz bunu bloklara böldük. Yəni, orada master shot yoxdur o səhnədə. Onu da ona görə elədik ki, bu, onun, belə deyim də, çıxılmaz vəziyyətdə olduğunu və təlaşa düşdüyünü daha yaxşı göstərirdi bloka bölmək. Düzdür, biz onu belə hər ehtimal master shot kimi də çəkmişdik ki, əlimizdə olsun, birdən montajda çıxılmaz vəziyyətdə olsa, ora keçid edə bilsin. Amma o sadəcə olaraq zapazdır və filmə məncə qatılmasa daha yaxşı olar, o tip zapazlar. Bir də o, məsəl üçün, nəyə imkan verir? Senaryoda səhnəni yazanda, senarist, məkana gedəndə məkanın ki, şəraiti biraz fərqli olur da. Bizdən sonra elə bir büdcə yoxdur, biz senaryoda nə yazılıb, onun bir quraq. Biz ona yaxın bir məkan tapıb adaptasiya eləməyə başlayırıq. Adaptasiya eləyəndə də senaryodan istər-istəməz kənara çıxırsan. O, kənara çıxdığın vaxtı ola bilər ki, sən məsəl üçün, rejissor danışıb, blokinginiz, mizansini danışırsınız və aktyorlar məsəl üçün onu oynayırlar və biz qıraqda dayanıb baxırıq. Qıraqda dayanıb baxırıq, görürük ki, hansı emosiyalar bizə ötürüldü səhnədə. Çünki biz o səhnəni görməmişik də, senaryoda prosta beynimizdə təsəvvür yaranır. O səhnəni real görəndən sonra başlayırıq müzakirə eləməyə. Məsəl üçün, bu hissə buradan kamera bu bucaqdan olsa daha yaxşı olar. Çünki onun, belə deyim, etiraf hissəsidir. Onu, məsəl üçün, arxa hissəni çox bulura salaq, ona kamera daha çox fokus onun gözünə verək, biz ona daha yaxın olaq. Bəlkə də onu profildən görək. Profildən nəyə görə görək? Çünki o etiraf edir, amma həm də nəsə gizlədir. Çünki tam görəndə onu, məsəl üçün, başqa hiss ötürür. Elə ki, hər şeyi artıq tamaşaçıya deyir. Profildə olanda üzü bir hissəsini görmürsən deyə, onun, məsəl üçün, nəsə bir gizliliyi qalır. Və rakursları seçəndə mənim fikrimcə ən çox onlara fikir vermək lazım. Sən başqa... Bir də Nurlan Həsənli ilə erkən hissləri biz çəkəndə, erkən hisslərdə də məsəl üçün 4-3 aspekt ratiolarını çəkmişdi, amma rəng tonlarında daha çox nostalgiya hisslərini ötürən rəng tonları seçdi. Biraz sarıntıl, təhər, biraz film köhnə plyonkanın qreyni olur da belə nöqtələrlə ki, biz o nostalgiyanı biz orada alaq
Biz həmişə o dövrdə futbola və yaxud da televizora baxdığımız 4-3 ekran olub deyə biz o dövrü 4-3 kimi daha çox yadda saxlamışıq və ona görə də o hissi fikirləşdik ki, aspect ratio-dan daha yaxşı ötürərik. Plus da bizə çəkilişdə o nəyə görə kömək elədi? O biraz 2000-in əvvəllərindən idi o film. Və biz o aspect ratio-nu seçməklə bizə kömək elədi ki, bəzi müasir detalları biz rahat gizlədə bilərik. Töre ne diyorsun? Çakallar doğurdu. Yaman çoğaldılar. Uçaklar var işte. İkimizin süt gözünün önündeydi. Allah rahmet eylesin. Biz de fikirleşmiştik ki koca o emin alıyor. İsmet. Oldu tarih. 64. 5 April. 1934. 4. ay. 2. Bunun parasını teri verirsen bastırmasını kağıt verecekler. Poetik bir yanaşma fikirləşmişdik bu filmə. Və biz elə deyək ki, artıq kişi atası rəhmətə gedəndən sonra hər şey qaralır. Amma uzaqdan dəmir maşın işığı gəlir. Yəni, heç bir ay işığı, başqa heç bir effekt qoymamışıq. Və o gələn isti işıq uzaqdan, bəlkə də bir, belə deyim də, qəhrəmanı bəlkə də çıxış yolu kimi yozlar bilər, bilməm. O biz oturub, məsəl üçün, heç vaxt rejissorla danışanda bu filmdə hansı mesajı ötürək, tamaşaçı hansı mesajı başa düşsün, yəni o tip heç vaxt danışmırıq. Və fikirləşirik ki, biz burada bu səhnəni belə çəkəndə özümüz nə hiss ediriksə, onu məsəl üçün dildə ifadə eləməyə də ehtiyac yoxdur. Mənim fikrimcə ki, konkret bir tutaq ki, bəlirli bir cümləni izah edə biləsən. Uzaqdan qərara gəldi ki, gecə çəkək. Uzaqdan qaranlıqdan bilən sarı maşın işığı gəlir kəndə. Bu həkimdir. Ondan sonra onlar stol arxasında oturanda biz onların ümumi turşoz kimi çəkdik, 2 nəfəri. Və daha çox kamera bucağı baş qəhrəmana tərəf oldu. Ona görə ki, əsas diqqət mərkəzimizdə o olmalıdır. Eyni vaxtda həkimin də özünü görməyə ehtiyac yoxdur. Və vəziyyətin sakitliyini, səssizliyini, ölü səssizliyini bu bucaqdan daha rahat göstərə bilirik. Ona görə bu bucaqdan çəkdik. Ondan sonra bayaq danışdığım kimi coverage formasına keçdik. Yəni, shot, reverse shot deyirlər ona, həm həkimin, həm də baş qəhrəmanın diyalogu. Və ondan sonra bizdə burada televizor kadrı var ki, üstünü örtür, rəhmətə gedəndən sonra üstünü bağlayırlar. O, bayaq dediyim, məsəl üçün, ilk danışdığım sistematik görüntü deyirlər ona. İndi filmin əvvəlində də var o. Məsəl üçün, filmdə eyni şeylər, eyni şey 2 dəfə, 3 dəfə baş verir, eyni hadisə. Amma ya qəhrəman orada dəyişir, ya nisbətən vəziyyət biraz fərqlidir. Məsələn, ona görə onun kamera bucağını da, işıq həllini eyni tuturuq və yaxud da işıq həlli günlər də dəyişə bilər. Amma əsas kamera bucağı eyni tutulur. Və bu dəfə, məsələn, bunun daha çox ol boyda yaxşı işlədiblər, mən baxdığım filmlərdən. Baş qəhrəman, məsəl üçün, əvvəl biz görürük ki, hansısa bir məsələn, filmin antagonisti o bir vəziyyətdədir və eyni vəziyyətə artıq filmin protagonisti düşür.
Düşəndə sən kamera bucağından kompozisiyanı, hər şeyi eyni saxlayırsan, amma vəziyyət dəyişir. Bu, sistemin görüntü deyirlər buna. Bu, məsəl üçün, onun bir növ şeyə daha çox yaxşıdır da, baş qəhrəman da artıq, məsəl üçün, özü səhv gördüyü, özünün səhv bildiyi, mühakimə elədiyi vəziyyətə axıra gəlib özü düşür. Yəni, bunu ötürmək üçün yaxşıdır. Belə, məncə, başqa, bir də referans şəkillər var idi orada, 1, 2, 3, 4, onlardan da zəhmət olmasa qoyardı. Məsələn, bu No Country for Old Men'də bu işi həlli ilə danışmaq istəyərdim. Birinci hissədə, məsəl üçün, görürsünüz ki, bu filmdə əsas iki point of view-dan danışılır, həm filmin antagonisti, həm də protagonisti tərəfdən, amma hansı ki, filmin əslində antagonisti də bir növ baş qəhrəman kimi yanaşılır, biraz fərqli yanaşmadır. Məsəl üçün, bu səhnədə, mən əslində bunu video kimi göstərsəm daha yaxşı olardı, indi şəkil kimi göstərə bilirəm. Bu səhnədə qəhrəman ilişib bir otağa gizlənib və çöldə, məsəl üçün, təhlükə vardır, protagonist gəlir, onun öldürsün deyə, belə deyək. Və biz bu səhnədə heç vaxt onunla olanda antagonisti görmürük. Daha çox bəzi detallarla görürük. Məsəl üçün, qapının altında baxır ki, kimsə orada gəzirmi və yaxud da sonra işığı söndürür, daha çox qaranlıqda gizlənir, çünki o daha çox vəziyyəti gərginləşdirir. Ondan sonra 4-cü şəklə də gedərik. Burada amma, məsəl üçün, adi qəhrəman girib başqa otağa və burada işıq həllində vəziyyəti daha çox dəyişiblər ki, bilirsiniz. Bu lampa protagonistin stolun üstündəydi, amma antagonist də yerdədir. Çünki bu onu daha belə vahiməli və qorxulu göstərir digərinə nisbətən. Məsəl üçün, belə işıq həlləri ilə səhnənin emosiyalarını ötürmək mənim fikrimcə vacibdir. Yəni, işıq quranda sadəcə olaraq yuxarıdan top light qoyulur, illüstör işıqıdır, bir-iki dənə arxaya ay işığı verdik falan, onunla yox, sırf işıq həm məsəl üçün hansı emosiyaları ötürmək istəyirsən və nəyə görə. Amma həm də o emosiyaları ötürmək istəyirsənsə də bu məntiqi bir əsası olmalıdır. Bu tarihçi məntiqi əsasından biliyoruz ki, bu stol, o burada da stolun üstündəydi, amma içəri girəndə silahla onu ateş açır, burada olan birinə. Və güllə dəyib onu salır aşağı. Aşağı salandan sonra bunu istifadə edirlər. Yəni, sadəcə olaraq emosiyanı ötürsün deyə ora işıq başı aşağı qoyulmayıb, eyni zamanda da məntiqi əsası tapılır ki, tamaşaçı oturub onu şeyləməsin ki, bunu ona görə ediblər ki, bu qəhrəman burada vahiməli görünsün. Yəni, onu sən cac eləməyəsən. Sadəcə olaraq həm də məntiqi gəlsin sənə, o şuur altı səndə işləsin. Təlimdən sonra sual-cavab sessiyası başlandı. Hər hansı bir səhnəni işləyəndə istər rejissor, istər operator onu daxilən hiss etməlidir ki, daxilindəki hissi də ötürə bilsin, düzmü anlayın? Bəli, çünki ssenari gələndə, məsələn, belə deyim də, operator da, rejissor onsuz özündə nəsə bir şəxsi bağ tapa bilir ondan, özü yazmasa. Amma eyni bağı mənim fikrimcə o qədər olmasa da, operator da bir bağ hiss eləməlidir mövzuyla. Çünki operator bağ hiss eləməyəndə sadəcə olaraq o öyrəndiyi kadrlar, iri plan olsun, ümumi plan olsun, burada belə baxaq. Yəni daha çox formal şəkildə çox formal yanaşma olur. Onda məsəl üçün baxırsan ki, film çox gözəl görsənir, amma sənə heç nə ötürmür. Bu yəqin ki, rəssamlara da aiddir, düzdürmü? Rəssam da, yəni o ssenarini hiss etməlidir. Aktorlarla başı aydın, aktor zaten yükəm də onun üzərinə düşür. Məncə rəssamlar da analiz eləməlidir, oxumalıdır. Çünki rəssam təkcə bu divar boşdur deyə orada dipçək qoydum, doldu, elə yox. O qəhrəmanın məsəl üçün xarakter yazanda fikirləşsən də. Çünki bəzi şeylər var ki, sən onu özün bilirsən, amma tamaşaçıya göstərmirsən də. Məsələn, qəhrəmanın hobisi nə ola bilər, sən onu bilirsən. O qoyduğun detallar da məsəl üçün rəssam kimi ona xidmət edə bilər. Yəni, informasiya verir, amma açıq şəkildə deyil. Gözə vurmursan. Yəni, belə şeylər olur. Yəni, bəlkə bu adam
tək yaşayan biri, məsələn, o xarakter şeylər, Big Lebowski məsələn, çox xoşuma gəlir, konkret, çox belə qəribə personajı bəri başdan geyimi ilə də təqdim edir, plus onun evindəki xalçası da belə, o hissələr, məsəl üçün, həm geyimlə, həm rəssamla birlikdə danışılıb gəlirlər, bir ortaq nəticəyə gəlir. Yəni, onlar xarakteri hiss eləməlidirlər ki, bu props, bu detal, bu dekor, bu evdə nəyə görə var. Artıq son 2-3 müsabiqədə sən jüridə olmuşam və bir sıra ssenarilərdə, bayaq sən də qeyd elədin, belə bir fikir ssenarisi yazır ki, aktyor burada bunu eləməlidir, kamera burada panoram eləməlidir, hərəkət və s. Kinoya uyğun, kino materialına uyğun, yəni əsl ssenaridən söhbət gedir. Bu ssenari necə yazmalıdır? Təsvir imkanlarının olması üçün hansı şərtlər tələb olunur ssenaristdən? Məsəl üçün, Eldəniz Quliyev bizə müsahibəsində demişdi ki, ssenaristin mütləq şəkildə vizual imkanları olması üçün cümlələr son dərəcə dəqiq və sərras yazılmalıdır. Sənin təcrübəndə necədir? Mən fikirləşirəm ki, onsuz da ssenari, bayaq qeyd elədiyim kimi, yəni ssenaridə kamera hərəkəti, aktyor gəldi, harada dayandı, bu aktyor mənə bu emosiyaları ötürməlidir və yaxud da burada ağladı, burada güldü, burada kinayəli danışdı, burada nifrətli danışdı. Bu tip cümlələr adətən ssenaridə olmur. Onu rejissor aktyorla işləyir. Ki, bu auditionlarda və yaxud da testlərdə, məşqlərdə. Çünki ssenarist bəlkə oraya yazır ki, bu nifrətlə deyir, amma aktyorla rejissor işləyəndə görür ki, yəni aktyorun daxilindən gəlmir ona o formada desin. Yəni, aktyora emosiyanı diktə eləməməlidir ssenarist. Nə də ki, rejissor diktə eləmir. Onlar sadəcə olaraq bir növ, belə deyim də, o tandemdən gəlib o yola çıxırlar. Yəni, rejissor direction verəndə belə, yol verəndə belə sən burada bunu əsəbi deyib, bunu qışqır deyib, yəni belə directionlar verilmir. O daha çox termin olaraq, məktəb termini olaraq result directing edir. Sən daha çox aktyoru prosta belə deyim də idarə edirsən, öz necə görmüsən ondan, o kolaborasiya deyil. Ona görə o tip emosiyalar heç biri yazılmır ssenaridə. Daniel Quliyev iştirakçıların suallarını cavablandırdı. Mən soruşmaq istəyirəm sizdən ki, təsvir rejissoru kimi işləmək və yaxud da həm rejissor, təsvir rejissoru kimi işləmək filmdə hansı daha rahatdır və daha çox imkanlar verir və yaxud rejissorla işləndə sənə icazə verilmir, sən öz fikirlərini ora hissiyyə qatmaq lazımdır. Əsas məqam nədir? Yəni, siz özünüz film çəkirsiniz, düzdür? Təsvir rejissoru kimi olanda təsvirləri yaratmaq daha sizə rahat olur, vaxtınız çox olur, yoxsa rejissorlar? Yəni, yaradıcılıq imkanı nöqteyi nəzərdən yəqin ki, deyirsiniz, buyurun. Operatora, təsvir rejissoruna elə yanaşmamışam ki, sən gəl, mən sənə heç bir imkan verməyəcəm, kadr budur, belə işıq quracaqsan, belə çəkəcəksən. Mən fikrimcə o, rejissor olaraq da açıq olmaq lazım bütün təkliflərə, bayaq qeyd elədiyim kimi sürprizlərə, adaptasiyalara, yəni yerində qərar verməyə, bunlara açıq olmaq lazım. Operator kimi sənə onsuz da imkan verilməyəndə rejissor tərəfindən, sən öz işinin axsaqlığını filmin nəticəsində görürsən. Yəni bu film, yəni belə rejissor tərəfindən shortlist yazılıb, storyboard olunsa belə, operatorun ona nəsə bir inputu 100% olur. Olmasa o filmə bağlana bilmir operator kimi. Yəni, ona görə operator yaradıcı heyətdir, texniki işçi deyil. Rejissor da ona imkan verir ki, o daha çox belə deyim də, məsəl üçün elə rejissorlar var ki, təsvir tərəfdən hər şeyi verir operatorun nöqtəsinə. Yəni, heç qarışmır. Emosiyalardan danışdılar, ötürdüyü emosiyalardan, o hissələrdən danışıldı. Setə gəlindi, mizanda məsəl üçün nəsə bir rejissor göstərir ki, belə eləyək, operator kimi sən təkliflərini elədin. Ondan sonra bütün o kompozisiyadır, falandır, işıq əlidir, onlar qalır sənə. Elə rejissorlar da var. Elə rejissorlar da var ki, sən onu daimi müzakirə edirsən setdə. İnteryer, yataq otağıdır, orada qəhrəman tutaq gedirəm, uzanıb və yanında pəncərə var. Bunu ötürmək istədiyin hissə baxırsan. Ümumi planda
Çöldən, məsəl üçün, maşın işığı gəlib oynaya bilər, bu başqa emosiya ötürür. Tarixi yanır, onun işığı qəhrəmanın üzünə düşür, bu başqa emosiya ötürür. Otağın işığı yanlıdır, amma yenə orada uzanıb başqa emosiya ötürür. Və yaxud da təkcə küçə lampasında heç bir işıq oynamır, amma baş qəhrəman suliyyətdədir, başqa emosiya ötürür. Bundan sonra, ümumi planda bunu tutandan sonra keçirsən iri plana. İri planda onun yerini müəyyən qədər dəyişib oynayırsan və yaxud da yumuşaldırsan, sərtləndirsən. Yəni ümumi plandan sonra iri planda böyük bir dəyişiklik olunmur. Ən çətin onu belə çıxır, ümumi planda ümumi planda burada yarar. İri planda hər istədiyin gündə də salıb, məsəl üçün onu bənzədib həmin o kadrı əldə etmək olur. Bəzi rejissorlar var ki, film çəkəndə hiss olunur ki, onu rejissor kimi çəkməyib, senarist kimi çəkib də, belə hərfi mənada. Yəni, təsvir həlləri bizdə çox ümumən kinomuzda, müasir kinomuzda ən axsayan yerlərdən biridir. Hər hansı bir situasiyanın təsvir həllini rejissorlar tapa bilmirlər, tapanda çox klişe olur ya da dediyin kimi o emosiyanı ötürmür. Bu mənada, amma sən, sadəcə iki filmin Bic və Uzağa baxmışam, bunlar ikisi də düşünürəm ki, şəxsən mən düşünürəm ki, ikisi də uğurlu filmdir və dünən də bir daha baxdım. Təsvir imkanlarını, bax, bunu formalaşdırmaq üçün, bu vərdişləri formalaşdırmaq üçün nə etmək lazımdır? Yəni, belə başa düşürəm ki, indi incəsəndə olmuşsan, çox öyrətmirlər, amma öz təcrübəndən, yəni konkret resepti nədir? Mən deyərdim ki, qeyri-adi nəsə bir yol yoxdur. Aydın məsələ ki, çox baxmaq lazım. Bizdə bir yaxşı praktika var idi ki, universitetdə. Biz muzeylərə gedirdik. Londonda, yəni. Bizi muzeylərə göndərdilər. Biz oradakı rəqs məsələlərinə baxıb, oradan nə his götürürdüksə, o əsərlərdən, onu məsəl üçün adaptasiya edirdik qısa metrajlı filmə. O qısa metrajlı filmə onu adaptasiya eləyəndən sonra aydın məsələ ki, bu işıqdır, aspect ratiodur, kamera həllidir, rakursdur, bəzi kontrast falan, bunlar hamısı toollardır da bizim əlimizdə olan ki, biz vizual dili formalaşdıraq. Ondan sonra bu yolları biz aydın məsələ ki, o rəsmdə işlənən, məsəl üçün, rəng paletinə baxırdıq. Məsəl üçün, o rəng paletləri də çox belə, ola bilər ki, monoxrom rəng paletidir, sarı tonlardan ancaq istifadə olunur və yaxud da qəhvəyə qara qatılır. Ola bilər, kontrastlı rəng paletidir, məsəl üçün, bir tərəf sarı, bir tərəf mavidir, bir-birinin əksinə. Və ola bilər ki, bütün rənglərdən biraz qatılır. Yəni, bu rəng paleti, onları baxırdıq rəsm əsərində, hansı istifadə olunub, kompozisiya təxminən necə qurulub, sonra, məsəl üçün, şey var, məsəl üçün, mən daha çox nə eləyirəm ki, o vizual şeyi tapın. Sən kitab dəftəri, məsəl üçün, yazını, notebook adı kənara qoyub, sadəcə mahnı ilə, məsəl üçün, gəzə bilərsən ki, belə gözün qabağına fikirlər gəlsin. Və yaxud da o, əsas, belə deyim də, hiss ötürülməli görüntülər gəlməlidir ki, məsəl üçün, tənhalıqdandırsa, ona uyğun fotolara, məsəl üçün, baxılır, o fotolara uyğun, məsəl üçün, nəsə senari yazılır, belə bir praktika da var idi. O filmlər çəkiləndən sonra da həmin rəsm işlərində, ona baxandan sonra biz axırda göstərirdik ki, hansı rəsmə baxıb bu filmi çəkmişik. Qeyd edək ki, ötən ilin sonlarından start götürən Azərbaycan Kinematografçılar İttifaqının Ssenaristlər Meydanı layihəsi davam edir.